Herkese salam dostlar. Uzun bir aradan sonra yeni bir video ile karşınızdayım. Bildiğiniz kimi bazı sebeplere göre uzun bir arada videolara ara vermişim inşallah. Ama yeniden qayıtmışlar. Yeniden videoyla, yeni bir video ile karşınızdayım. Bu videoda sizlerle birlikte mega görevlerden veren 20 stratejisini açacağıq. Ve videomuza keçmədən öncə də budur videonun davamı üçün kanalıma abunə olmağı və bu videoya like atmağı unutmayın. Və baxaq dostlar, videonun axırında bir karakter ya da qəşəng bir kostüm çıxarda biləcəkmi? İlk stratejimizdən başlayırıq uşaqlar və Ender yazdı birincisindən və ikincisi ilə gedirik və hələ də Ender yazdı uşaqlar. Uşaqlar, bəs sizlərə bu 20 stratejisindən nə çıxdı? Onu da yorumlarda yazmağı unutmayın. Baxaq görə bir dənə efsanevi yazdıra biləcəkmi və videoda birinci dəfədir ki, Super Ender yazdı hələ. Baxaq görək. Və destansı ilə başladıq. Gizemli, qəşəng gizemli. Hadi bir gizemli karakter. Və Dugun kostümü, Duga kostümü çıxdı 29 taşdı. Elə bildim Dugun özü çıxdı, amma Dugun var idi mənim. Və uşaqlar devam edirik. Və buradan da bir şey çıxmadı. Və Super Ender destansı. İnşallah bir dənə efsanevi yazdıra bilərik uşaqlar. Və Dynamite'ın qəşəng bir dənə sprey çıxdı. Yenə Super Ender ilə devam edirik uşaqlar. Baxaq görək və yenə də bir şey çıxmır uşaqlar. Və yenə bir şey çıxmadı uşaqlar. Ender çox şanssız gedirik uşaqlar. Bilmirəm niyə belədir. Sizdə də belədirmi? Baxaq görək. Və efsanevi yazdı. Təkdə efsanevi yazdı. Şanssızlıq deyən kimi efsanevi yazdı. Hadi bir karakter partlat. Ve bu nedir? Bu nedir? Ooo, TV Poco. Bu deyəsən ya 29'da ama dəqiq bilmirəm. Bu kostüm bahalı kostüme oxşadı birinci, ama efsanevi yazdırdı uşaqlar. Əla gedirik. Əla gedirik deyəndə gizemli falan yaxşı oldu ama. Və bilmirəm axırıncı nə qədər stratejimiz qalıb, amma Mega Kumbarada burada göstərirdi nə qədər stratejimiz qalıb. Onu da bunda göstərsəydilər qəşəng olardı, amma belə də pis deyil. Ancaq mən bilən son stratejilərimizdir. Və dediyim kimi uşaqlar, son stratejimizi də açdıq. Burada da 4 dənə stratejimiz olmalıdır. Onları da hər ehtimala qarşı açaq. Baxaq görə bəlkə nəsə çıxacaq. 3'ü kaldı. Hadi bir şey ver oradan. Vermedi. Son bir stratejimiz uşaqlar. Bundan da efsanevi yazsa. Ya Allah, inşallah nəsə çıxar və bastım. Bundan da Super Ender yazdı. Hiçbir şey olmaz. Əsas odur, videoda istədiyimiz nəticəni aldıq. Efsanevi yazdırdıq. Və xoşa gələn bir dənə də kostüm çıxartdıq. Və uşaqlar, bir dəqiqə kostümü quşanın, baxaq. Poco hardasan? Poco'nun məndə özü qəşəng kostümü var. Onun yerinə quşanın mı bilmirəm. Poco hardasan? Poco burada imiş. Məndə dıcı Poco var, hiperşarj kostümü, amma məndə bu da bilmirəm yaxşıdırmı və seçək. Ana ekranda bir baxaq buna. Elə də pis deyil uşaqlar. Məncə yaxşı kostümdür. Ve dostlar, neyse dostlar, bir videonun daha sonuna gəlirik. Bu cür videonun davamı üçün kanalıma abunə olmağı və bu videoya like atmağı unutmayın. Hələlik dostlar, gələn videolarda görüşənədək.